Herkese selam, kanalımıza hoş gelmişsiniz. Nasılsınız? İyi misiniz? Uzun aradan sonra yeni bir video ile karşınızdayız. Sual-cavab videosu olacaq. Postlarda koymamışıq, amma biz yenə də öz ideyamız olaraq sual-cavab videosu çəkirik. Öncəliklə sən başla, sualınızı seç. Hadi. Hansı məktəbdə oxuyursunuz? Biz Lənkəran rayonu Hirkan məktəbində oxuyuruq, deyək ki. Bu arada Axandiyev adına olan Hirkan məktəbində oxuyuruq. İndi ikinci sualımız seçirəm. Ən sevdiyiniz salat. Deməli, ən çox sevdiyiniz salat. Paytaxt salatı. Məndə də paytaxt salatdır. Sən seç. Boynunuz. Burcunuz. Boynunuz nerede? Öyle gelme yazdım. Hə. Burcunuz. Burcunuz. Burcunuz nerede? Ben de ikizlerdim. Məndə də tərəzidir. İliniz nədir? Məndə dovşan. Meymun. Seç. Dördüncü. Dördüncü ili, beşinci. Hə, dördüncü sual. En sevdiğiniz yemek? Yarpaq dolması. Plov və yarpaq. Nəticə bunu bu videoda atacağım. Deməli. 15-ci sualda, amma biz 6-cı sualımızdayıq. Ən sevdiyiniz saç düzümü? Ən sevdiyim saç düzümü 2 dənə hörük, topuz, bir də ki at quyruğu. Ben de bir tane topuz. Seç. En sevdiğiniz Tərəvəz. servis. Sən də. Kıyar. Yəni yerkəki. Yerkəki meyvədir, tərəvəzdir. Servis. Hə, tərəvəzdir. Nədənsə mən dovşan olaraq yerkəki və kələmi çox sevirəm. Ən çox sevdiyiniz ölkə? Türkiye. Ölkə İtaliya. Oraya getmək istədiyim üçün İtaliya deyirəm. Türkiye. Bir də Türkiyə. En sevdiğiniz makyaj malzemesi. Malzemesi. Türkçe yazdım ona yazmadım. Ben de Çox fikirləşir. tuş Yəni ve pomada. Məndə maskara ilə Bizim dildə danış. qaş sabitləyici, yəni tuşla qaş sabitləyici çox sevirəm. Ben seçtim indi sen seçtin. Çox sualımız var hələ. Ən sevdiyiniz çiçək? Ben de Kızılgül. Qızılgül mavi rəngdə olan, bir də qırmızı rəngdə, bir də çoban yaslığı çox sevirəm. Ne oldu? Gül kalmadı. En sevdiğiniz mahnı. Çatırlaması olur. De. Deprem oldu vardı sen kulak astın. Oh. Haydi. Gedişimdə deprem oldu. Hə, məndə də blok üçün bütün mahnılar. Kızacağım şimdi. Halime bak. Ən sevdiyiniz geyim? Bol geyimlər, bir də klassik olan geyimləri çox sevirəm, bir də spor olan geyimləri. Yani hamıydı. Spor ben. Şık olan geyimləri nədən soruşdum? Nə uzun bir cümlə. En sevdiğiniz dostunuz. Ben de Zahra. Bu arada salamlar. Məndə də Zəhra. Hə, Zəhra qədər. Buradan salamlar. Nəbiyevə Zəhra edirəm burada. Məndə nə deyir? Sual. Ən sevdiyiniz abur-cubur. Ən sevdiyim abur-cubur cips Cipsi. olaraq. Cipsi. Lay's'in cipsleri. Bu da çok yaşandı. Yine de yedik ama neyse. Kamera arkası cips. En sevdiğiniz YouTuber. Babayla sonra. Lina Çetinkaya, Rukiye Özümüz. Çetinkaya. Yok, Lina Ay, Çetinkaya. bomba. Rukiye Çetinkaya. Lina Çetinkaya, Rukiye Çetinkaya də. Özümüz. Biz bir də Ofeliya Əliyeva. Hiç şarkısı. Deməli, Ben seç. qarışdırmadan. Ən sevdiyiniz heyvan? Pişik. Pişik, at, dovşan. Bende de at bu arada yaptığım at. 25. Uydu, nə qədər En sual yazmış. sevdiğiniz Nədir? at.
Məndə Alisa Qız Melisa. oğlan, qız oğlan. Məndə ikisi var. Qızda Alisa Melisa, oğlanda hələ bilmirəm. Oğlanda yəni, Sevcan və Səbuhi. yəni oğlanın fikri Rəvan. Rəvan da qəşəng. Bütün adlar qəşəngdir, amma bəzi belə Bəzi qədim olan adlar mən xoşlanmıram. Daha müasir olan adlar daha qəşəngdir. Ən sevdiyiniz fəsil. Məndə təbii ki də qış. Bütün fəsilləri sevirəm, amma payız fəslini daha çox sevirəm. Çünki o tökülən sarı yarpaqlar həqiqətən də mənim çox xoşuma gəlir. Ən sevdiyiniz hərf. Ən Hərf. sevdiyiniz hərf. Məndə ayna mı? Nədən? Çünki Alisa Melisa sevirəm. Hə, tamam. Ona görə. Məndə də sərf. Nədənsə Sevcan deyə sərf. Deməli, keçirik. Az Neçənci sual qaldı, sualımızdır? uşaqlar. Az sualdır, amma bunun ikinci partında çəkə bilərik. Başqa videoda çəkə bilərik Uno. Uno da oynaya bilərik. Ən çox sevdiyiniz müəllimə. Məndə arada- təbii ki də Turanə müəllimə, yəni öpürəm onu da. Deməli, mənim ən çox sevdiyim müəlliməm. Səbəbini də deyim. Hansı müəllimənin nə xüsusiyyətinə, xassiyyətinə və yaxud da xüsusiyyət və xarakterinə görə niyə sevirsən? Arkadaşlar, niyə çox sevirəm? Çünki o bizə dərs keçirir. Dərsdən əlavə bütün müəllimlər dərs keçir. İki dənə var, yoxsa iki bir dənə dənə var. şey? Turan əvvəl daha çox əyləncəlidir, gülməlidir. Ona görə onu daha çox sevirəm. Aha. Və bir dənə də müəlliməm vardı, adı yadımdan çıxdı. Adı nə idi? Sən tap, İrada sən hansı müəlliməni çox Deməli, sevirsən? bizdə sinif rəhbəri Sevil Salayev olduğu üçün. Arzu müəllimə. Sevil müəllimə. Salayeva olar, Salayev olmaz. Salayeva dedim. Salayev dedim. Səni Nəysə. kanıt eləyə bilərəm. Nəysə, kamera hə, nəysə. Deməli bizim sinif rəhbərimiz Sevil Salayev olduğu üçün əslində Aha. Sevil müəlliməni daha çox sevirəm. Çünki o Salayev, əyləncəli, komikdir, yəni əyləncəlidir. Bir də ki Zənrə müəllimə var bizdə. Bizə dərs keçmir, amma aşağı siniflərdə dərs keçir Zənrə müəllimə. Onu da çox sevirəm. Bunu mərak eləmə, seçirəm. Sənə müəllimə geyimi də özüdür. Bəli. Ən sevdiyiniz yəni hansı rayonda yaşayırsınız? Lənkəran rayonu. Parakən kəndi. Parakən kəndində yaşayırıq. Videonun başlanğıcında onsuz məktəbimizi demişdik. Ən sevdiyimiz meyvə şirəsi. Yox. Hə. Ən sevdiyimiz meyvə şirəsi. Məndə Arxafona fikir şaftal verməyin. suyu. Məndə də şaftal suyu. Bir də gilas suyu. Mən seçirəm. Hə, sən seç. Yox, sən Mən meyvə şirəsini dedim, sən seçsən. yaşınız nədir? Sən də. Deməli biz ilk videomuz, YouTube-da ilk videomuz olanda demişdik 2011-ci il, yəni oktyabrın 15-i, 13-ü, yəni 15-i, pasport 15 olduğu üçün 15-i 14 yaşım olduğu üçün 14 tamam 15-in içərisində. Məndə də 9. 9-10 içərisindəsən. İndi mən deyirəm. Ən sevdiyiniz mürəbbə? İncir mürəbbəsi. Əncir. Əncir. Məndə də çələk mürəbbəsi. Mən atıram. Gözlə. Ən sevdiyiniz ay. Ay. 12 aydan biri. Aynen 12 dənə ayımız var. Sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, may, iyun, iyul. Hələ nəysə səhv saymış Sentyabr oldum. da çox sevirəm. Bir də sentyabr. Fevral, hə nəysə. Ən sevdiyiniz müğənni. Türk və Qəşəng. Azərbaycan. Bir qadın, bir bəy. Sual oxumuşuq. Nəysə, sən birincidə blok Hüseynə oğlanı. Türk Azərbaycanı bölün, bir qız, bir oğlanla başlayın. Azərbaycanda sevdiyim qadın müğənni, bir də Hə. oğlan müğənni. Bəli. Qadın müğənni demək olar ki, mən Vəfa Şərifovanı çox sevirəm. Aha, Bir amma də ki, nəfəs falan da oğlanın- dinləyir. Oğlanın Alicandır. Bir də ki, Alican kimdir? Həmid, bəli. Bir dənə də var idi. Nəysə, türkü deyim. Türküdə, türk. Deməli, türkdə blok süd sevirəm, poezini sevirəm, sonra seni Bir dənə deyə bilərsən. Amma bir dənə vazgeçilməsin blok südü. Qadınlar. Qadından da Məlikə Şahin. İrəm Bir Dirici. dənə deyə bilərsən. Ona görə İrəm Dirici. İrəm Dirici Mən vazgeçilməz. deyirəm, qızlardan, qadınlardan. Azərbaycan türk. Azərbaycandan Aha. qadınlardan Ayşə Aha. İsmailova. Qəşəng. Kişilərdən də Alican. Alican Mən Həmid. qadın kişini Alican görürəm Həmid idi Azərbaycan. də mən bilən. Alican Yo, Yıldırım. Alican Yıldırım çaşdım, hə. Hə, orada mən Azərbaycandan oğlan Sən deməli. də Oğlan pas istəyirəm, oğlan sevirəm.
Arkadaşlar şeyden Türk'ten sevmeyecekti. Qəşəng. Ayağının zövqü özüdür. Şeydi, kızda da İrem Derici. Qəşəngsən. İndi mən seçim. Arkadaşlar 2 tane sual var. Eybi yox, part 2-si də gələr əgər sevilsə. Meyvə. Bayaq meyvə şirəsi demişdik. Yəni sok olaraq demişdi. İndi isə yemək olaraq, yəni Ben hansı ise deyil. deyirəm, mandarini daha çox sevirəm və Yəni qarpız. narıncı. Bir dənə sevdiyiniz deyin, bir dənə sevmədiyiniz deyin. Yaxşı, mən deyirəm sevmədiyimi portağaldır, sevdiyim isə mandarindir. Sevdiyim şaftalıdır. Sevmədiyim nə idi ay Allah? Sevdiyim albalı şaftalıdır. 2 dənə deyəcəm. Sevmədiyim isə almadır. Nədənsə almanın turşu olanı sevmirəm. İndi sən. Bu arada 2 sualımız qaldı. Çox az. Bir dənə sən, bir dənə mən. Ən sevdiyiniz maşın modeli Nissan. BMW. Vazgeçilməz olan. Ən sevdiyimiz fənd. Vay. Yoxdur. Fizik tərbiyə. Ən çox sevdiyim fənd. Azərbaycan dilidir. Coğrafiya, musiqi, tarix. 3 dənə fənd. Yəni Mən sevmədiyimdir. sevmədiyim texnologiya, Riyaziyyat. Bir riyaziyyat. dənədir də, yəni. Bir də riyaziyyat. Çox sevirəm. Çünki Mən monitoringim var idi bu gün. Həqiqətən də ən çox az topladım. Monitoring necə keçdi? Monitoringim yaxşı keçdi. İngilislə Azərbaycan Bunu ən dilindən son- yaxşı keçdi. Bir dəqiqə. Paranda verəsən də. Riyaziyyatdan 9 düzüm var. Təxmini. Amma Qoyarsan. təxmini 9 riyaziyyatdan var. İngilislə 18 düzüm var. 25 sualdan hərəsinə 25 sualdır. Azərbaycan Uşaq mənim oxuyurdu. təxmini 25-dən 14 dənəsini yığmışdım. Bu Ayhan arada xanım, siz necə monitoringi necə Az keçdi? yazmışam. Ay yox, monitoringiniz necə keçdi? Monitoringiniz. Qəşəng keçdi. yəni kulturinginiz. Mani ingiliscə Qəşəng pul demək. keçdi. Və yəni maraqlı Riyaziyyat keçdi, təxmini həyəcanlı bizdə də keçdi. Amma yorucu keçdi biraz Amma da. yorucu keçdi və riyaziyyatda Bu arada mən 9-cu sinifdən bildiyiniz kimi ingilis dili bizdə 2 dənə Mən də. keçmədiyimiz mövzu var idi. 2 dənə sual idi. Bir dənə mövzu keçməmişdim. Bir dənə çox mövzu üzrə idi. uzatmadı. Uzlaşma üzrə idi. Onu Tamam, da belə tamam. düzdür. Nə hansı sualdaydı? Hansı sualdı? İndi Fəndə gəlir. Məndə Azərbaycanda ən sevdiyim, sevmədiyim isə ingilis dilidir. Ən zəhləm gedir. barmağa girməyə getdi kameraya. Dırnaqlar necə düşərlər yorumlarda bildiniz. Barmağı Əzim kimdən götürmə almışam. kameraya pis düşür. Və qutaran Qabımız ən boşaldı sonuncu- mı? Bəli. Bəli. Ən sonuncu sualı keçirəm. Aha, maraqlı nəsə. Ən sevdiyiniz rəng. Ən Ən sevdiyiniz rəng. rəng qəhvəyi tonlarını daha çox sevirəm. Bir də mavi tonlarını. Lila. Yəni Bəli, açıq açıq bənövşə. bəli. Bəli. Bir videomuzun daha maraqlı bir videomuzun Un oynayaydı, nə olar? çəkərik. Maraqlı videomuzun sonuna gəldik. Videomuzu bəyəndiysəniz Kanalımıza abunə olub, like atıb, yorum yazmayı unutmayın. Bildirim səslərini açmağı unutmayın. Sizləri çox sevirik. Maçı. Çikuçi. Nə videolar istəyirsinizsə yorumlarda yazın və biz də çəkək. Bu sual-cavab videosunu inşallah bəyənərsiniz. Hardasa Bu bax. arada uşaqlar sual verdiyimiz, yəni oxuduğumuz suallarda siz də yorumlarda cavab verə bilərsiniz. Siz biz bu yorumları bəyənəcəyik. Sağ olun, salamat qalın. Gələn Sizləri videoda çox görüşənə dək. Gələn videoda görüşənə dək. Görüşənə dək.